Azərbaycan bankları ilə Avropa bankları arasında fərqə baxın. Azərbaycanda hər hansı bankdan kredit götürmək istəyəndə ilkin olaraq illik 14% qeyd edirlər. Sonra pulu götürdükdən sonra görürsünüz ki, 28-30% arası illik əlavə faiz ödəyirsiniz. Avropada isə hər hansı bankdan kredit götürəndə ilkin minimum 7% göstərirlər. Sonra isə əlavə komissiyalar üstünə gələndə 1% əlavə gəlir. Yəni 8% ilə, illik 8% ilə ödənişi eləyirsiniz. Aradakı fərqi görürsünüz. Heç bir sərvəti olmayan ölkələr vətəndaşının müflisləşməsinə çalışmır və vətəndaşına qayğı ilə yanaşır. Azərbaycanda isə insanları məcbur edirlər ki, yalnız bu banklara işləsinlər. Daha bir fərq var. Deməli, Azərbaycanda hər hansısa bankdan pul götürəndə siz məcbursunuz ki, bu bankı ödəyəsiniz. Çünki tutaq ki, sizi işdən çıxardılar, ixtisara salıb işdən çıxardılarsa sizi, bu barədə banka müraciət eləsəz belə, bank bu barədə heç bir köməklik göstərə bilmir sizə, yalnız illiyini artırır. Hər bir insan bankdan pul götürəndə həyat sığortası adlı sığortada ödəniş eləyir və əgər siz həyatınızı itirsəz, belə sığorta bunu qarşılamalıdır. Burada bir nüans var ki, əgər siz zaminlə pul götürmüsünüzsə, siz ölsəniz belə zamininizdən əl çəkmirlər. Zamin bu pulu ödənişi ödəməlidir. Amma gəlin baxaq Avropada bu necədir? Avropada isə əgər siz işdən ixtisara düşmüsünüzsə, yəni öz xoşunuzla işdən çıxmamısınız və sizi müdir işdən çıxardıbsa, bu barədə arayışı gətirib banka təhvil verirsiniz, göstərirsiniz. Onlar artıq belə bir proses başlayır ki, sığorta sizin ödənişinizi ödəməlidir. Və bu da 60 gündən sonra sığorta tərəfindən, o vaxta qədər siz özünüz ödəyirsiniz, 60 gündən sonra isə sığorta sizin bank ödənişinizi 6 ay və ya 24 ay ərzində ödəyir. Bu da sizin ödənişinizin məbləğindən asılıdır. Yəni neçə min evro götürmüsünüz, neçə min manat götürmüsünüz, bundan asılıdır. Yəni Avropada. Bu da onu göstərir ki, Azərbaycanda bank yalnız özünü sığortalayır. Avropada isə sistem yalnız vətəndaşı qoruyur və onun vətəndaşın müflisləşməsinə hər hansı bir səbəb yaratmır. Əgər biz də xalq olaraq istəyiriksə ki, gələcəkdə Azərbaycanda da belə bir sistem qurulsun, bu hakimiyyət mütləq getməlidir.